Belə oldu ki, öz oxuduğum, təhsil aldığım Azərbaycan Dövlət Neft Akademiyasından da reportaj hazırladım. O reportajını da deməli kafedraların nə qədər tələbələrdən pul alması, orada maliyyə fırıldaqlarından tutmuş Azərbaycan Dövlət Neft Akademiyasında baş verən bütün qanunsuzluqlar işıqlandırılmışdı. Orada müəllimlərin, tələbələrin münasibətləri yer almışdı. Sualdan yayınan müəllimlər, belə qanunsuzluqlardan danışan tələbələr var idi. Onların da adları qeyd olunmuşdu. Daha sonra isə yazı saytda gedəndən sonra 10-15 gün üstündən keçəndən sonra deməli bizi dekan çağırdı. Təhsil aldığım Neft Mexanika Fakültəsinin dekanı Qasım Məmmədov məni çağıraraq müxtəlif təhqiramiz formada təzyiqlərə başladı. Bu təzyiqlər deməli həmin tələbələri də çağırmışdılar və onlar da təzyiq göstərirdilər. Təzyiqin də forması belə idi. Yəni siz niyə bunu yazmısınız? Siz işverənsiz, sifarişli yazılar yazırsınız. Qələt eləmisiniz, bunu yazmısınız. Yəni hətta o mənə bildirdi ki, yəni siz belə bir işləri gedib universitetdən kənarda edə bilərsiniz. Yəni bizim universitetdən edə bilməzsiniz. Belə bir formada deməli təzyiqlər göstərdi. Hətta onun yanında bir kafedra müdürü var idi. Lori dildə belə bir şey işlətdi ki, evin zibilini evdən kənara çıxartmaq olmaz. Amma əksinə evin zibilini kənara çıxarmaq lazımdır ki, ev təmiz olsun. Mənim də məqsədim reportajı hazırlamaqda bu idi ki, yəni universitetdə rüşvət halları yox olsun. Mən o universiteti saf, təmiz bir ali məktəb ocağı kimi görmək istəyirdim və bundan sonra təzyiqlər davamlı şəkildə getdi və nəticəsi olaraq mən universitetdən qovuldum. Elə oldu ki, sonra imtahanlar və kurs layihələrim başladı. Kurs layihəsini yerinə yetirərkən məni zavoda təyin eləmişdilər. O zavodda mənə material vermədilər. Amma halbuki başqa tələbələrə materiallar verilirdi. Hətta Rusiyadan belə sifariş olunub onlara material gətirildi, amma mənə vermirdi. Bunu elə etmişdilər ki, yəni bu tələbəyə material verməyin. Yəni düzgündür bu bir yazıya, bir reportaja görə yəni tələbəni universitetdən qovmaq. Ümumiyyətlə sizin rektorla görüşləriniz olur? Belə deyim ki, bizdə rektorla əlaqə saxlamaq, yəni tələbə ilə o qədər sərhəd qoyulub ki, arasında biz 4 il ərzində oxuduğumuz müddətdə bircə dəfə də olsun rektorun yəni üzünü görməmişik. O universitetə gələndə yollar bağlanır, yəni bu formada da. Hətta universitetə gələndə onu o dərəcədə qoruyurlar ki, tələbə münasibət saxlaya bilmir. Sonra da onun yəni deməli onun qəbuluna düşmək çox çətin məsələdir. Bundan yəni bizim tələbələr də heç cür məsələn buna nail ola bilmirlər və mən universitet rəhbərliyi ilə, yəni rektorla əlaqə saxlaya bilməmişəm. Yəni o özü yəni imzalayıb bunu, amma bizdə tələbələr məsələn əlaqə saxlamaq çox çətindir. Ümumiyyətlə universitetdə dərs qaydaları düzgün qurulmayıb. Yəni müəllimlər dərslər zamanı yəni heç bir tələbəyə o dərəcədə material vermirlər, amma imtahan zamanı gəlib o materialları tələb edirlər tələbədən. Bu da düzgün deyil və mənlə bərabər deməli universitetdə bir neçə tələbələr də kəsildi. Bu da sadəcə olaraq görüntü yaratmaq naminə idi və o tələbələrlə məni rəhbərlik üz-üzə qoymaq istəyirdi və belə də alındı. Həmin tələbələr mənə qarşı etiraz edirlər, deyirlər sənin yazdığın yazıya görə biz də gedirik, bizi də kəsirlər və onlar da məndən çox narazıdırlar. Deməli bir neçə tələbə kəsildi. Onu da qeyd edeyim ki, mənlə bərabər kəsiri olan bir tələbə də var idi ki, onun da öz kəsiri var idi. O da qovulmalı idi. Amma səhəri gün mən dekanla deməli danışarkən o mənə bildirdi ki, sizdə yəni həmin şəxsdə mən indi onun adını çəkmək istəmirəm, tələbə yoldaşıdır və tələbədir, gəncdir, yəni onu da qova bilərlər. Və bildirdi ki, yəni siz deməli o da kəsilməyib. Yəni onun kəsirini düzəldiblər. Sadəcə olaraq məni qovmaq istəyirmişlər və mənə də nail oldular. Siz bu barədə nə fikirləşirsiniz eləməyə və hansı addımlar atmaq istəyirsiniz? Mən ümumiyyətlə bu universitetə bərpa olunmağımla bağlı bir çox hal-hazırda fikirlər var. Yəni Dalğa Gənclər Hərəkatı mənim məsələmlə bağlı maraqlanır və bunu ictimailəşdirməkdə mənə dəstək olurlar. Deməli biz bu işlə bağlı Dalğa Gənclər Hərəkatının
deməli flash mob aksiya keçirmək istəyirik. Daha sonra mən onları məhkəməyə verəcəm, müraciət edəcəm. Bu barədə media hüququnun üstünə müraciət hazırlayıram və onlar bizə vəkil verəcəklər və deməli işin aparılmasında bizə köməklik edəcəklər. Biz yaxın zamanlarda məhkəməyə müraciət edəcək və mən deməli məhkəmə zamanı Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanunsuzluqlarla bağlı mənim universitetdən xaric olunmağımın və imtahanlardan qərəzli şəkildə, kurs layihəmin qərəzli şəkildə kəsilməyimlə bağlı onların yenidən verilməsi üçün vəsatət qaldıracağam və tələb edəcəm ki, mənə yenidən imkan versinlər. Mən kurs layihəmi yenidən müdafiə edeyim, imtahanlarımı yenidən verim. Birinci dəfə deyil ki, bu kimi hallar olub. Hansı ki, Pərviz Əzimov var idi, dalğaçı və o Lənkəran Dövlət Universitetindən öz yazdığı jurnalist əməyinə görə universitetdən xaric olmuşdu. Pərviz Əzimovda çox müsbət bir nəticə oldu. Pərviz Əzimov məhkəmədə rektoru uddu, belə deyək, rektor üzərində qələbə çaldı. Elmin kimi tələbələr azdır, hansı ki, öz universitetində olan haqsızlıqları ifşa etsin və amma Elmin bunu etdi, bu cəsarət onda var və biz də dalğa olaraq Elminin yanında olacağıq. Hansı ki, buna hər zamanki kimi digər problemlərə də biz bir dalğa kimi buna reaksiya verəcəyik. Biz Elmini sonuna kimi dəstəkləyəcəyik. Nəticə nə olmağından asılı olmayaraq bütün imkanlardan və vasitələrdən istifadə edəcəyik.